Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Günün Səsi info məlumat yayıb. Məlumata görə hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Bayramova Zəhra Ramiz qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən əri Zəhra Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarət yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub. Məsələ ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirildi ki, aprel ayının 4-ü saat 17:10 radələrində 1995-ci il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinin təcili yardım şöbəsinə hospitalizasiya olunub. Qulağın kəsilmiş, deşilmiş yarası diaqnozu ilə pasiyentə zəruri tibbi yardımlar göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi açılıb, araşdırma aparılır.